Bəzən adama elə gəlir ki, məşhur adamlar, tanınmış şəxsiyyətlər heç uşaq olmayıblar. Onları həmişə artıq şöhrətə çatdıqları, hamının gördüyü, tanıdığı qiyafədə təsəvvür edirik. Bəzən onların özlərini təsdiq edənə qədər ki, çətin, mübarizəli, enişli yoxuşlu yollarını unuduruq. Ancaq onlar da hamı kimi, haçansa, hardasa körpü olublar, ilk addımlarını atıblar, dil açıblar, onlara da laylay çalınıb. Dəcəlləri də olub, üzü yolaları da. Bu şəkillərə baxın, fikir verin, bu uşaqların geyimlərinə, saçlarının düzümünə. Bunlar müxtəlif illərin uşaqlarıdır. 19-cu yüzilin sonlarından bizim yüzilin 50-ci illərinə qədər ki, uzun bir vaxtın Azərbaycanlı balalarıdır onlar. Nə geyimləri bir-birinə oxşayır, nə özləri, nə də taleyləri. Onları birləşdirən bir cəhət var, hamısı uşaqdılar. Bu şəkillərdə kimin kim olduğu yazılmasa, çətin ki, onları bir kəs tanıya bilər. Ancaq indi onları demək olar ki, hamı tanıyır. Fotoqraf əmilər hardan biləydi ki, gözlərini obyektivə zilləyib, sakitcə dayanan bu sadəlöv, bu şirin balaların heç biri adi uşaq deyil. Bir neçə dəqiqəliyə musiqimizə baş ucalığı, şöhrət gətirmiş sənətkarların uşaqlıq illərinə qonaq olaq. Görək onlar kim idilər, kim oldular. İlk uşaqlıq illərinə qonaq olacağımız məşhur isə Üzeyir Hacıbəyovdur. Ailənin 4-cü uşağı Üzeyir bəy səfər vaxtı dünyaya göz açdı. Kimin ağlına gələrdi ki, çox-çox illər sonra Ağcabədilərlə Şuşalılar bu əhvalatı yada salıb höcətləşəcəklər. Bizim yerlidir. Yox, bizim yerlidir. Hər halda körpə Üzeyir bəy Qarabağlı idi. Doğulduğu torpaq ona məlahətli səs bağışlamışdı və bu uşaq ağlayanda da muğam üstə ağlayırdı. 1897-ci il Şuşalılar Xantəmirov teatrına tələsirlər. Bu təşvişin səbəbkarı Əbdürrəhim bəy Haqverzevdir. Məcnun Leylinin qəbri önündə səhnəciyi oynanacaq. Uşaqlar günortadan kəsdiriblər tamaşa yerini. Balaca Üzeyir bəy də oradadır. Bu axşam xor dəstəsində o da oxuyacaq. Xorda oxuyan 12 yaşlı Üzeyir bəyin körpəcə ürəyində məhz o gün, o yay axşamında soyumaz bir istək dirçəlir. Bu tamaşa mənə o qədər dərin təsir etdi ki, bir neçə ildən sonra Bakıya gedib operaya bənzər bir şey yazmaq qərarına gəldim. 12 yaşlı bu uşağın bu arzusu qəribə görünməsin. Çoxları gözləyirmiş ki, bu uşaq xanəndə olacaq. O vaxtlar fonoqraf Şuşaya da gəlib çıxırmış. Deyilənlərə görə Üzeyir bəyin də səsi fonoqrafa yazılıbmış. Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt muğam və təsnif oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər. 1899-cu il sentyabrın 1-i Qori. Açıq qəhvəyi rəngli gödəkçə geymiş, başında buxara papaq, arıq, qarabənniz bir oğlan. Bu Üzeyir bəydir. 14 yaşı var. Zaqafqaziya müəllimlər seminariyasında dərs almağa başlayacaq. Əlindəki qovluqda səhhəti haqqında da bir parça kağız var. Üzeyir Hacıbəyov, çəkisi 2 fut 35 girvənkə, boyu 2 arşın. Onun boyu o qədər ucaldı ki, Azərbaycanın hər yerindən görünür.